Uyğunluğu müəyyən edən Osmanlı dövləti, paytaxtın Bursa şəhəri olduğu dövr. Bursa şəhəri 1329-cu ildən 1362-ci ilə qədər Osmanlı dövlətinin paytaxtı statusunda olmuşdur. İstanbul isə 1453-cü ildən etibarən Osmanlı dövlətinin paytaxtına çevrilmişdir. İndi isə variantlara baxaq. Osmanlı qoşunlarının Çirmən döyüşündə qalib gəlməsi Bursa dövrünə düşmür. Çünki bu 1371-ci ildə baş vermiş hadisədir. Ona görə A-nı çıxardırıq. Gelibolu qalasının fəth olunması 1354-cü ilə təsadüf eləyir və Bursa dövrünə düşür. Deməli, birə cavabımız B olacaqdır. Səfəvilər dövlətinin məğlub edilməsi isə yenə bu dövr üçün Səfəvilər dövləti yoxdur. Ona görə yalnız 1-ə B olacaq. Keçək ikinci hissəyə. Paytaxtın İstanbul şəhəri olduğu dövr Malatya döyüşündə Ağqoyunlulara məğlub olması 1473-cü ildir və həqiqətən də İstanbul olduğu dövrə düşür. 2-yə A-nı götürürük. Bolqarıstanın işğal edilməsi 1396-dır. Bu İstanbul dövrünə düşmür. Yəni Bolqarıstan işğalının başa çatdırılması Niqbol döyüşü ilə idi. B-ni çıxardırıq. Misir Məmlük dövlətinə son qoyulması isə 1526-cı ilə təsadüf eləyir. Yenə bu hadisə də İstanbul dövrünə düşür. Deməli, 1-ə B, 2-yə də A və C düzgün cavab olacaqdır bu sualda.